Salam hər kəsə. Bugün biz həm qarıdalı, həm lobya əkirik. Mən birini əkdim. Artıq belə deyək, bu lobya ilə qarğıdalı burada əkilibsə, bu qədər bir məsafə ilə göründüyünüz kimi belə qazırıq bıçaq vasitəsilə. Qarğıdalı üçün də həmçinin qarğıdalını lobyadan biraz kənarda əkirik ki, qarğıdalının kökləri yekə olur və peyin də əlavə edirik. Əvvəlcədən gətirmişdim. Bu formada bir ədəd də qarğıdalı qoyuram. Görürsünüz nə qədər uzaqdadır. Bura isə lobya əkirəm. Bıçaqla da dərindən qazırıq ki, yeri yumşaq olsun. Burada biraz peyin əlavə edirik. Belə. Burada 2-3 ədəd lobya qoyuruq. Bu formada. 2, 3. Kifayət qədərdir. 3 ədəd lobya. Hətta ikisini də qoya bilərsiniz. Amma siz əvvəlcədən suya qoyarsınız. Lobyalar yaxşı şişsin və tez inkişaf etsin. Bu formada gördünüz. Şax vurmağa da gərək qalmır artıq. Lobyanı qarğıdalı ilə bir yerdə əkəndə belə.